Günay saxlanılır, qapıya güclü rəqabət gəlir. Galatasaray yeni əsas qapıcı transferinə yönəlir. Salam aslanlar, yeni mövsüm gəlir. Transfer xəbərləri isə sürətlə yayılır. Galatasarayda qapıcı xəttində nələr dəyişir? Günay qalacaq, yoxsa yeni ulduz gələcək? Hazırsınızsa başlayaq. İlk öncə Günay Güvənçin komandada qalması haqqında danışaq. Klub rəhbərliyi Günay Güvənç ilə davam etmə qərarı verib. Lakin bu qapıcı mövqeyində heç bir dəyişiklik olmayacağı anlamına gəlmir. Galatasarayda yay transfer dönəmi öncəsi qapı xətti ilə bağlı ciddi addımlar atılmağa hazırlanır. İndi isə əsas mövzuya, yeni qapıcı transferinə baxaq. Galatasaray Ederson və ya Alisson səviyyəsində olmasa da özünü göstərmiş potensiallı bir qapıcı axtarır. Bu futbolçu böyük klubların ikinci qapıcısı olmaq yerinə orta səviyyəli liqa komandalarının əsas qapıcısı olaraq komandada önəmli rol oynayacaq. Bu yeni oyunçunun komandadakı rolunu necə təsəvvür edirik? Yeni qapıcı Günayla sağlam rəqabət yaradacaq və klub uzun müddətli etibarlı bir əsas qapıcı yetişdirməyi planlayır. Galatasaray rəhbərliyi bu yolla Günay ilə sağlam və keyfiyyətli rəqabət mühiti yaratmaq, həmçinin gələcək üçün etibarlı və davamlı bir nömrə yetişdirmək istəyir. Bu, klubun qapı xəttində həm cari mövsüm üçün, həm də uzun müddətli perspektiv üçün güvənli bir həll təmin etmək strategiyasının bir hissəsidir. Gəlin transfer prosesinin detalları və axtarış kriteriyalarına nəzər salaq. Klub əsasən Avropada oynayan, sabit performans göstərən, bazar dəyəri münasib və inkişaf potensialı yüksək qapıcılara baxır. Yaxın gələcəkdə nə gözləyirik? Transferin yaxın həftələrdə konkretləşməsi, yeni qapıcı ilə ilkin təmasların başlanması gözlənilir. Klub həm oyun səviyyəsini yüksəltmək, həm də rəqabət mühitini canlandırmaq üçün bu mövqedə hərəkətə keçəcək. Ümumilikdə bu transfer Galatasarayın qapı xəttini möhkəmləndirəcək, Günayın motivasiyasını artıracaq və komandaya yeni enerji gətirəcək. Kanalda qalın. Daha çox xəbər və analizlər üçün bizi izləməyi unutmayın. Eyni saatda, eyni yerdə görüşmək diləyi ilə. Sağ olun, salamat qalın.